Yoldaşlar her vaxtınız xeyir olsun. 25 sentyabr BB kateqoriyası üzrə imtahanın informatika sualları ilə qarşınızdayım. Bundan savayı kanalımızda siz 25 sentyabrın həm BA-sının, həm BB-sinin informatika sualları, həmçinin AS, BA, BB kateqoriyası üzrə məntiq suallarının da izahları ilə tanış ola bilərsiniz. Ümumiyyətlə bilirsiniz ki, AC və BA kateqoriyası üzrə imtahanlar eyni saatda təşkil edildiyi üçün onların suallarının çox-çox böyük əksəriyyəti eynilik təşkil edir. Bundan savayı həmçinin də biz oktyabr imtahanının suallarını da noyabrın 3-ünə 4-ünə kimi yerləşdirəcəyik ki, tələbələr 6 noyabra və 11 dekabr imtahanlarına gedirsə, bu videolardan yararlana bilsinlər. Kanalımızı izləmədə qalın. İndi isə başlayaq 56-cı sualı. Bu konkret olaraq nəzəriyyə daxilində bir sualdır. Kibergigiyena üçün vacib tədbirlərdən biri hansıdır? İnzibati imtiyazların istifadəsinə nəzarət. Yoldaşlar, Wi-Fi siqnalının gücləndirilməsi, mobil şəbəkələrin deaktiv edilməsi, paroldan istifadə, şəbəkədəki bütün cihazların avtomatik yenilənməsi müxtəlif istiqamətləri əhatə edən tədbirlərdir. Bəziləri Wi-Fi təhlükəsizliyi ilə bağlıdır, bəziləri belə deyək, kiber hücumlara məruz qalmamaqla bağlıdır, amma kiber gigiyenaya aiddir, inzibati imtiyazlara nəzarət. 57-ci sual. IP ünvanlarının fraqmentlərini düzgün ardıcıllıqla göstərin. Biz burada verilmiş 4 hərfi elə ardıcıllıqla düzməliyik ki, normal IP yaransın. Bilirsiniz ki, IP adreslər 4 aktetdən ibarət olur və aktetlər arasında nöqtə olur və aktetlər 255 simvolu aşmır. Məsələn, Y nöqtə ilə başlayıb, ona görə heç Y ilə başlayan bir belə deyək, IP ünvanımız ola bilməz. Və ya ki, verin, X-dan sonra Z gəlib, söhbət D variantından gelir. X-dan sonra Z gələ bilməz. Çünki 213-ə 6-nı birləşdirəndə artıq 2136 adında bir aktet yaranır. Bilirsiniz ki, aktetlərimiz 255-i aşmamalıdır. Amma C variantını yoxlasaq, birinci T gəlir, yəni 16. Daha sonra Z gəlir, yəni 6.22. Sonra X gəlir, yəni 4.213. Sonra isə Y gəlir, yəni .20. Hal-hazırda ekranda gördüyünüz IP adresi 4 akteti var. Heç bir aktet 255'i aşmayıb. Yəni qısacası hər şey qaydasındadır. Cavab C variantı. Digər variantları da yoxlasanız müəyyən xətalar üzə çıxacaq. Təşkilatda bir işçi elektron poçtuna gələn məktubu açır və .scr genişlənməli faylı işə salır. Bu əməliyyatdan sonra o komiteyində öz-özünə proseslər, məsələn, ixtiyari sönmə, tapşırıq panelində əlavə tapşırıqlar və bu kimi xoşa gəlməz hallar görür. Təsvir olunan hansı təhdid növüdür? Yoldaşlar, ümumiyyətlə SQL inyeksiyası bu tipli detal deyil, bunu çıxıram. Güc tətbiq hücumlarda bilirsiniz ki, parolların qırılmasına əsaslanır. Burada paroldan söhbət belə getməyib. Sosial mühəndislikdə insan manipulyasiyasından istifadə olunur. Burada elə bir faktor da yoxdur. Phishing hücumları da fərdi məlumatların uğurlanmasına əsaslanır. Burada işçi fayla diqqət etmədən onu açıb, fayl zərərli proqramlarla əlavə yüklənmiş fayl ola bilər və bu zərərverici yoluxdurmadır. Yəni, malware injection. İnterpretatorun işi nədir, funksiyası nədir? İnterpretator və kompilyator ikisi birlikdə translyatorun növləridir. Kompilyator verilmiş mətni bütövlükdə təhlil aparır və icra edir. İnterpretator isə ilkin proqramın operatorlarını bir-bir təhlil edib və maşın dilinə çevirir. Ona görə doğru cavab B variantıdır. 60-cı sual. Deyir ki, hansı halda formatlaşdırma əməliyyatı tətbiq oluna bilməz? Yoldaşlar, iş vərəqi tam seçiləndə, diapazon tam seçiləndə, xana seçiləndə, diaqram seçiləndə bunlarda format tətbiq etmək olur. Gəlin Excel-ə keçək.
Baxın, xananı seçmişəm. Formatlaşdırma işləri görə bilirəm. Və yaxud diapazon seçmişəm. Yenə formatlaşdırma işləri görə bilirəm. Amma kursor hardasa aktiv qalanda, bax fikrin aktivdir. Formatlaşdırma əməliyyatları passivləşir. Və ya fikrin function barda funksiya sətrində aktivdir. Fikrin əmrlər passivləşib. Qısacası, kursor aktiv olanda formatlaşdırma olmur. Kursor düstur sətrində aktivdir. Deməli, formatlaşdırıla bilmir. Print pəncərəsində faylın səhifələri 1-dən 41-ə qədər nömrələnib. Yəni 41 səhifəlik faylımız var. Bu faylı print all page, odd page əmri ilə çap edir. Yəni tək səhifələr. 41 səhifənin bilirsiniz ki, 21-i təkdir, 20-si isə cüt. Bizə təklər lazımdır. Bu 21 səhifəni də to page per sheet əmri ilə çap edir. Ona görə də biz bir səhifə 2 dənə, bir vərəqin üzrə 2 dənə səhifə çap etdiyimiz üçün 21-i 2-yə bölürük, görək nə qalır? 10,5 yuvarlaqlaşdırıb 11 deyirik. 11-i də both side, həm arxa üzünə, həm ön üzünə çap etdiyi üçün 11-i də 2-yə bölürük, 5,5 eləyir, 6 götürürük və vururuq kopya sayına, yəni 3-ə, eləyir 18. 62-ci sual, mətndə sözün altında qırmızı dalğalı xətt varsa, bu nəyi bildirir? Word-də sözün altında qırmızı dalğalı xətt ola bilər. Bir də sözün altında göy boşa xətt ola bilər. Qırmızı xətt varsa, orfoqrafik səhvlər mövcuddur. Göy qoşa xətt varsa, qrammatik səhvlər mövcuddur. 63. Kontrol panel vasitəsilə nəyi etmək mümkün deyil? Diskin formatlaşdırılması mümkün deyil. Bu standart bir nəzəri materialdır. Windows 10 əməliyyat sistemi 11 ilə əvəzlənir və yoldaşlar biz Windows 11 üçün çox gözəl bir konspekt yazmışıq. 31 səhifə. Və Windows'u tam mükəmməl şəkildə əhatə eləmişik və biz bunu sizin üçün tam ödənişsiz formatda elan edirik. Əməkdaşlarımıza yazaraq bunu əldə edə bilərsiniz. Dövlət İmtahan Mərkəzi bununla bağlı hər hansısa material yaymadığı üçün mən hazırlamaq və yaymaq məcburiyyətində qaldım. Ümid edirəm ki, hamımıza faydası dəyər. Windows Ease of Access, yəni rahat istifadə üçün aid olmayan proqramları seçin. Baxın, rahat istifadəyə aid deyil. Task Schedule, System Configuration və Snipping Tool rahat istifadə üçün nəzərdə tutulmuş elementlər deyil. Üzr istəyirəm. Biz nəyi soruşur bizdən? Bir də oxuyum. Ease of Access bölməsinə aid olmayanlar. Bəli, düz seçdim. On-screen keyboard klaviaturanın virtual istifadəsi üçündür. Yəni, yorulmayasınız deyə, iki əllə işləməyəsiniz deyə, rahat istifadə edə biləsiniz deyə ekrana qoyulan klaviaturadır. Və Windows Speech Recognition Windows'un nitqin tanınması özəlliyidir. Bu da rahat istifadə elementidir. Bir növçü cavablardan çıxanda 2, 4, 5 qalır. Təqdimat hansı görünüş rejimində çap edilə bilməz? Düzgün cavab slideshow-dur, lakin imtahanda Dövlət İmtahan Mərkəzi heç slideshow variantı verməmişdi. Biz bu sualı özümüz redaktə etmişik. 5 variant verilmişdi və onların arasında slideshow yox idi və ona görə də sual səhv idi. Dövlət İmtahan Mərkəzinə həm ictimai şəkildə, video formatda və Facebook üzərindən həmçində rəsmi qaydada müraciət etdikdən sonra onlar çox sağ olsunlar ki, bizim dediyimizi nəzərə aldılar. Düzgün cavab slideshow cavab variantlarında yox idi deyə həm A, həm B, həm C, həm D, həm də Y variantını yazan bütün tələbələrə 1 bal verildi. Dövlət İmtahan Mərkəzinə bu məsələ üçün təşəkkürümüzü bildiririk. Mənə də səhvi tapdığım üçün təşəkkür eləyənlərin hər birinə minnətdarlıq edirəm. Bizim borcumuzdur ki, sizin üçün doğru olanı araşdıraq, tapaq. İmtahandan dərhal sonra, təxminən 5-6 saat sonra səhvi açıqlamışdım. Və hansı şəbəkə protokolu web səhifəyə daxil olmaq üçündür? HTTP.
Burada Simple Mailing Transport Protocol, sadə maillərin göndərilməsi, IMAP və POP3 qəbulu üçündür. FTP isə fayllarla məşğul olur. 67. Maraqlı bir sualdır. Deyir, informatika sözündə kursor N və F-nın arasındadır. Yəni buradadır. Deyir, bu 1, 2, 3, 4, 5, 6 ilə nömrələnmiş işləri icra etsək, bu ardıcıllıqla. Axırda nə qalır? Gəlin bir Word fayl açaq ki, siz bunu əyani şəkildə görərək daha maraqla dinləyəsiniz. İnformatika. N və F-nın arasındadır kursor. Görək nəyi neçə dəfə basıblar. 1, 1. 2 dəfə 1-i basıblar. Yəni sağa, sağa. 2 dəfə sağa, sonra isə 4. Delete. 2 dəfə sağa. 1, 2. Keçdi 2-dən sağa. Delete'i də bastıq. Sağa doğru bir hərf getdi. Sonra 3, 3, 6. Yəni backspace, backspace, sonra da D hərfi. Bilirsiniz ki, backspace də sola doğru silir. Baxın, 1, 2. Sonra da D hərfini basıram, D yazılır. Daha sonra 2 və 5. 2 də soladır, 5 də C hərfidir. Deməli, sol düyməni basırıq və sonra C hərfini və nəhayət 1, 4. Sağ və delete. Sağ və delete. Qaldı nə? Inc datika. Inc datika mənim doğru cavabımdır. Fikrimcə qəşəng sualdır, amma bir balaca sanki çox uzadıblar. Klaviaturadan daxil edilərək ekranda əks olunanlar müvəqqəti olaraq harda saxlanılır? Əməli yaddaşdır. Müvəqqəti yaddaş, işin getdiyi yaddaş və ya əməli yaddaş. Növbəti sual 69. Y2 xanasında 16 yazılıb. Düsturu yerinə yetirəcəyik. Deməli 16. Üstə gəl. 8 bölünsün. Y7 çıx Y5. Y7 çıx Y5. 5 çıx 3. Edir 2. 8'i 2'ye böldüm 4. 16 ilə topladım. 20. Və D1-dən D5-ə qədər xanaların cəmini D6 xanasına yazmaq üçün hansı düstur lazımdır? D1-dən D5-ə kimi ədədlərin cəmini sum cəm düsturu, mötərizədə D1 təbii ki, qoşa nöqtə D5 ilə göstərə bilərik. Diapazon qoşa nöqtə ilə göstərilir. Cavab C variantı. A-da nöqtəli vergüldür, tələbələrin bir qismi çaşmışdır. Yoldaşlar, bu qədər. Siz mənim növbəti videolarımda sentyabrın 25-i AS, BA, BB, oktyabrın 16-sı isə BB kateqoriyası üzrə düşmüş bütün məntiq informatika suallarını izləyə bilərsiniz. 6 noyabr və 11 dekabr imtahanlarına gedənlər üçün ən zəruri qəbullardır. Onların qəbuluna yaxın olan qəbullar. Qısacası hamınıza uğurlar arzulayıram və növbəti videolarımı izləməyinizi tövsiyə edirəm. Salamat qalın.